Can Azərbaycan. İctimai radioya qulaq asırsınız. Can Azərbaycan verilişi başladı. Aparıcınız mənəm Pərvanə Nadir qızı və bugün Can Azərbaycan deyərək çox maraqlı bir insanla həmsöhbət olacağam. Böyük məmnuniyyətlə verilişimizin qonağını sizə təqdim etmək istəyirəm. Norveçdə Nizami Gəncəvi adına Azərbaycan Dili Məktəbinin koordinatoru Günay Əliyeva ilə həmsöhbət olacağıq bugünkü verilişimizdə. Günay xanım, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Mən də bugün sizinlə birlikdə olmaqdan çox qürur hissi duyuram. Can Azərbaycan verilişində xaricdə yaşayan soydaşlarımız dəfələrlə çıxış eləyiblər və mən nədənsə onların heç birinə xoş gəlmisiniz vətənə demək istəməmişəm. Çünki elə bilirəm ki, insan heç vaxt vətəndən ayrılmır. Hara getsə də vətən onun içində olur, daxilində olur, ürəyində olur və adam öz evinə, öz vətəninə gələndə ona necə deyəsən ki, xoş gəlmisiniz. Bu baxımdan mən sizi ürəkdən Azərbaycanda olmağınız, elə bilirəm ki, sizi sevən, sizi tanıyan hər bir kəs üçün xoşdur, eləcə də bizim üçün. Norveçdə Nizami Gəncəvi adına Azərbaycan Dili Məktəbinin olması, elə bilirəm ki, bu çox böyük bir göstəricidir. Çünki dünyanın ayrı-ayrı ölkələrində azərbaycanlılar yaşayır, azərbaycanlı balaları böyüyür, onlara Azərbaycan dilinin incəliklərini, xüsusiyyətlərini öyrətmək çox vacibdir. Bu baxımdan mən çox istəyərdim ki, məktəbin yaranma tarixçəsi haqqında bizim dinləyicilərimizə məlumat verəsiniz. Çox təşəkkür edirəm sizə, çox minnətdaram bu gözəl sözləriniz üçün. Təbii ki, biz Azərbaycana gələndə biz özümüzü hardasa bir o sizə xoş gəlmisiniz dediniz ki, yəni biz də o sözü qəbul eləmirik. Aha. Ona görə qəbul eləmirik ki, biz başqa ölkə, çox xarici ölkələrə gedirik. Ancaq Azərbaycan hava limanına gələndə, qapı açılanda biz görürük bizi orada sevənlər, bizə doğma olan insanlar bizi gözləyirlər. Doğma gözlər görürük. Doğma dilimizi eşidirik. Ona görə bizim üçün hər gəlişimiz, mən deyərdim, bayramdır Azərbaycana. O ki, qaldı bizim məktəbimizə, Nizami Gəncəvi adına Azərbaycan Dili Məktəbi soyuq şimala, soyuq Norveçə istilik gətirib. Bizim məktəbimiz 2020-ci ildən yaranıb. 2020-ci ildə yaranıb, avqust ayında 20 nəfər şagirdlə başlamışıq. Yəni, bu təkcə Oslo'da yaşayan Azərbaycanlılar və onların uşaqları deyildi. Həm Oslo'da, həm də ətraf şəhərlərdə olan uşaqlar gəliblər, yəni bu məktəbdə toplaşıblar. Təkcə burada Azərbaycanlı ailələrin uşaqları deyil. Bizdə Azərbaycanlı ailələrin uşaqları da var, eyni zamanda atası və yaxud da valideynlərindən biri xarici vətəndaş olanlar da var. Yəni bu bizi çox sevir. Hətta bizim Pakistandan olanda bir tələbəmiz olmuşdu. Türkiyədə yaşayırdı, Azərbaycan dilini öyrənmək istəyirdi. Eyni zamanda 2020-ci ildən bu günə qədər bizim şagirdlərimiz arasında dəyişikliklər çox olub. Kimisi gəlib, davam eləyib, kimisi gedib, yerinə yerisi gəlib. Çox sevinirik ki, o yerlər heç vaxt boş qalmayıb. Yəni, dilini sevən, vətənini sevən uşaqlarımız var. Baxmayaraq ki, mən həmişə deyirəm ki, sizin ürəyiniz balaca olsa da, amma o ürəyinizin içində böyük vətən sevgisi, böyük vətən məhəbbəti var. Neçə yaşından qəbul olunur ora uşaqlar? Bizim uşaqlar, ən kiçik tələbəmizin bizim 5 yaşından. 5 yaşından gəlirlər şagirdlərimiz, çox da sevgi ilə gəlirlər. Mənə elə gəlir ki, o sevgi uşaqların qəlbində evdə yaranır. Valideynlər onu yaradır. Və biz də çox xoşbəxtik ki, bugün Oslo'da yaşayan Azərbaycanlılarımız uşaqlarının qəlbində, ürəyində bu sevgini yarada biliblər dilimizə. Çünki hər dəfə onlar məktəbə gələndə böyük bir sevgi ilə gəlir, özlərini bizim qucağımıza elə atırlar ki, uşaqlar, yəni elə bir məktəbə yox, onlar bir evə gəlirlər. Həmişə içəri girəndə valideynlərin ilk sözü var ki, nə gözəl otaqdır bura. Bu otaqda elə bir balaca olsa da, amma elə bir Azərbaycanın iyisi, ruhu var burada. Çünki biz o mühiti onlar üçün yaratmışıq ki, onlar gələndə özlərini vətəndə hiss eləsinlər. Və bunun üçün də biz özümüzü xoşbəxt. Biz orada xariqələr yaratmırıq, böyük bir ambisiyalarımız yoxdur. Bizim əsas məqsədimiz odur ki, oraya gələn şagirdlər Azərbaycan dilini, əlifbasını, ədəbiyyatı, tarixi haqqında az da olsa məlumatları olsun ki, yəni çünki insan öz tarixini, ədəbiyyatını bilmədən nə qədər dildə bilsə heç vaxt inkişaf edə bilməz. Əsas odur ki, öz dilini bilsin, öz mədəniyyətini, tarixini bilsin ki, digər dilləri də bilmək çox gözəldir. O inkişaf eləyəcək, müəyyən status tutacaq, amma ananın dilini, vətənini, tarixini bilmək çox vacibdir. Ona görə onlar bizim xaricdəki əsas elçilərimiz olacaqlar.
əsas nümayəndələrimiz olacaq bizim gənclərimiz. Onlar Azərbaycan dilini, mədəniyyətin, tarixini bilməlidir ki, hər hansı bir vəzifəni tutanda, hər hansı bir kürsüdə olanda layiqincə təmsil edə bilsinlər. Təbii. Günay xanım, siz özünüz də jurnalistsiniz və mən bilirəm ki, jurnalistikadan başlayıb sizin yolunuz Norveçə. Norveçdə neçə ildir yaşayırsınız? Mən Norveçdə 2011-ci ilin 9 mart ayından yaşayıram. Artıq xeyli zamandır ki, mən Norveçdəyəm. Yəni Norveçdə mənim yaşamağım da ki, təsadüfi deyil. Ailə qurmuşam. Mən çox xoşbəxtəm ki, mənim çox gözəl ailəm var. 4 övladım var. Onlar Maşallah. Norveçdə dünyaya göz açıblar. Ancaq Norveçdə dünyaya göz açsalar da, onların Azərbaycan ruhu ilə, Azərbaycan sevgisi ilə biz böyüdürük. Mən çox xoşbəxtəm ki, bugün mənim uşaqlarım evdə Azərbaycan dilində danışırlar. Azərbaycan şairlərinin şeirlərini mənə söyləyirlər. Himnimizi bilirlər. Azərbaycan musiqilərindən bilirlər. Yəni bu məni çox sevindirir. Çünki onlar Azərbaycana gələndə ünsiyyət qurmaq üçün dil onlar üçün əsas bir açardır, əsas bir vasitədir. Doğmaları ilə, nənə ilə, baba ilə, ətrafla. Mən qürur duyuram ki, mənim uşaqlarım Norveç dilini də bilsin. Çünki onlar Norveçin doğulublar, oranın vətəndaşıdırlar. Bu da çox vacibdir. Ancaq ana dilini bilməkləri məni daha çox qürurlandırır, daha çox sevindirir ki, mən Vəsilə xanıma da çox təşəkkür edirəm, Norveçdə oldu. Vəsilə Vahid qızı, bəli, bizim dəyərli həmkarımız. Bəli, mən ona çox təşəkkür edirəm, bizim məktəbimizdə oldu. Şagirdlərimizlə çox xoş ünsiyyət qurdu. Bəli. Və onların bu günlərdə ictimai kanalda Vətən uzaqda deyil verilişində onları biz sədasını, səsini eşitdik. Çox bir gözəl bir layihədir bu və çox təşəkkür edirəm Vəsilə xanıma. Çox sağ olun. Biz də Vəsilə xanımı çox sevirik və uğurlar arzu edirik. Günay xanım, hər bir xalqın öz ailə modeli var. Azərbaycanda da ailə modelindən danışanda düzdür, bugün o ənənələrin qorunub, qorunmaması məsələsi biraz yanaşmalar fərqlidir. Amma hər halda Norveçdə uşaq tərbiyəsi ilə bağlı dövlətin bir çox sərt qanunları olsa da, yəni bizim üçün o sərt görünür əslində. Hər halda Norveçdə uşaq böyütmək elə bilirəm ki, o qədər də asan olmamalıdır. Yəni Azərbaycanlı bir qadın üçün. Yoxsa siz deyəcəksiniz ki, xeyr Pərvanə xanım, belə deyil. Pərvanə xanım, mən sizinlə razıyam. Çünki müxtəlif mədəniyyətləri biz birləşdiririk. Uşaqların böyüməsini. Uşaqlar Norveçdə dünyaya gəlir. Təbii ki, Norveç dilini, mədəniyyətini, onların sıx ünsiyyətdə olurlar Norveçlilərlə, dostları Norveçlilər olurlar və ona görə Norveçin təsiri uşaqlarımıza daha çoxdur. Mən Norveçdə uşaq böyütmək üçün olan qanunlara gəldikdə isə mən deməzdim ki, sərtdir. Mən deyərdim ki, onlar bizim uşaqların şəxsiyyət kimi formalaşmasına, onların özünü dərk etməsinə çox böyük köməklik edir. Və biz də zamanla bunları öyrəşirik, amma eyni zamanda da ki, Azərbaycan ailəsi olaraq bizim öz milli dəyərlərimizi, uşaqlarımızın necə biz özümüz tərbiyə olunmuşuq, o tərbiyə üsullarını da qoruyub saxlayırıq. Biz necə tərbiyə olunmuşuq? Anamız, atamız deyirdi, olmaz. Get dərsini oxu və yaxud deyirdi ki, mən nə dedim odur. Siz orada deyə bilirsiniz bunları uşaqlara? Biz uşaqlara bunları deyə bilirik, amma başqa formada deyə bilirik. Biz bunu belə deyək ki, biraz müasir formada deyirik onlara ki, yəni dərsini oxumalısan, ona görə bu sənin gələcəyin üçün lazım. Bizim valideynlərin bizə dediyi kimi sərt formatda təəssüf ki, və bu təəssüf də deməzdim, bəlkə də xoşdur ki, biz onu o formatda deyə bilmirik. Norveçdə belə bir ölkədir ki, orada uşaqların hüquqları çox qorunur və onlara bir şəxsiyyət kimi yanaşılır. Yəni onlara biz hər hansı bir fiziki təsir göstərə bilmərik. Yəni onlara hətta belə bir üstəmə qışqıra da bilməzsiniz. Hətta belə sözlə belə biz onlara, yəni təsir etmək gücündə deyilik. Bu baxımdan ki, çünki orada biz necə deyim, həmin ölkədə yaşayırıqsa, mənə elə gəlir ki, o ölkənin qanunlarına hörmət eləməliyik və biz də çalışırıq ki, hər iki ölkədə olan tərbiyəvi üsulları paralel aparaq. Bu da öz gözəl nəticəsini verir. Norveçdə, Osloda çoxlu gözəl Azərbaycan ailələri var ki, onların çox vətənpərvər uşaqları yetişirlər. Onların da uşaqları mənim uşaqlarım kimi Norveçdə böyüyüblər. Ancaq onlar da eyni zamanda həmin o iki ölkənin paralel
qanunları ilə uşaqlarını tərbiyə eləyirlər. Ona görə nəticəsi də çox gözəl olur. Məni bilirsiniz nə maraqlıdır Günay xanım? Norveçdə Nizami Gəncəvi adına Azərbaycan dili məktəbində hansı dərs vəsaitlərindən istifadə olunur? Məsələn, hansı dərsliklərə müraciət edirsiniz? Kimlərin əsərlərini öyrədirsiniz uşaqlara? Biz Azərbaycan dili məktəbində dediyim kimi sizə uşaqlar 5-ci sinifdən, bizdə 5 yaşından tutmuş uşaqlardan 5. Hardasa tələbələrimiz var ki, 15-16 yaş. Ona görə burada da biz 2 qrupa bölmüşük. 2 qrupumuz var. Biri məktəbə qədər uşaqlardır, biri məktəblilərdir. Bunların hər ikisinin tədris üsulu fərqli olur. Yəni bizə Diaspora Komitəsinə mən buradan təşəkkür edirəm ki, bu gün Oslodakı Nizami Gəncəvi adına Azərbaycan dili məktəbi Diaspora İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyətini göstərir və komitədən bizə mütəmadi olaraq kitablar, tədris üçün kitablar da hədiyyə eləyir. Eyni zamanda biz özümüz də bizim xüsusi bir deyə bilmək ki, bu müəllifin kitablarından istifadə edirik. Müxtəlifdir. Müxtəlif müəlliflərə müraciət edirik. O ki qaldı Azərbaycan poeziyasına, şeiriyyatına. Bizim çox gözəl əməkdar incəsənət xadimi, istedadlı şairimiz Baba Vəziroğlu Osloda bizim 2 dəfə qonağımız olubdu və hətta onun qalanı Xatirədir adlı şeiri də Norveç dilinə tərcümə olunub Norveçli xanım tərəfindən. Bizim artıq uşaqlar belə bir lövhə düzəltmişik sinif otağımızdakı bizim qonaqlar. Artıq mən çox sevinirəm ki, uşaqlarımız içəri girən kimi, baba müəllimi şəklini görən kimi deyirlər ki, Baba Vəziroğlu. Bu bizi çox sevindirir ki, artıq biz nə isə eləyə bilmişik uşaqlarımız bir şairimizi, bir yazıçımızı tanıyıb və dama-dama görürlər. Ümid edirəm ki, bizim qonaqlarımızın sayı artacaq və bu siyahıda saylar çoxalacaqdır. Alim Qasımov bu yaxında bizim məktəbimizin qonağı oldu. Fəxrəddin Manafov olub. Bizim istedadlı, gözəl uşaq yazıçımız Gülzar İbrahimov olub. Yəni görürük ki, illərlə bu siyahı, necə deyim sizə, siyahıda olan insanların sayı artır. Bu da bizi sevindirir. Çünki ola bilməz ki, bu gələn qonaqların danışdığı, dediyi fikirlərdən uşaqlarımızın beynində, onların formalaşmasında, vətənə o sevgisində rolu olmasın. Yəni bu cür şəxsiyyətlərin Osloya gəlməsi, Norveçə gəlməsi bizim uşaqlarımız üçün bir bayramdır. Bizim özümüz üçün bir bayramdır ki, biz onlarla canlı ünsiyyətdə oluruq və onların həyat təcrübəsindən, sənət təcrübəsindən bəhrələnirik. Günay xanım, siz həm də Norveçdə hal-hazırda təhsil alırsınız. Bəli. Mən uğurlar arzu edirəm sizə bu yolda. Çox sağ olun. Nə üzrə təhsil alırsınız? Ümumiyyətlə Norveçdə təhsil almaq, bunun hansı çətin tərəfləri var? Təbii ki, təhsil almağın çətin tərəfləri bizim üçün çətin olur. Çünki biz bir başqa bir ölkədən getmişik, başqa tədris üsulu olub bizdə. Çətinliklər olmağına baxmayaraq çalışmalısan o çətinlikləri dəf eləyəsən. Dəf eləyərək sən öz arzuna, amalına doğru gedirsən. Mən də bu çətinliklərdən belə deyərəm də çalışaraq, gecəni gündüzə qataraq keçdim. Artıq bakalavr mədəniyyət və əlaqələr üzrə bakalavri bitirmişəm. Bu gün də mən media və əlaqələr üzrə magistratura təhsili alıram. Mənim ailəm 4 uşağım olsa da, işdə olsa, çətinliklər olsa da, ancaq mən buna baxmayaraq mən çox xoşbəxtəm. Çox qürur duyuram ki, artıq mən öz həyat yoluma gözəl bir təhsilimlə bu çətinlikləri dəf eləyərək gözəl bir, necə deyim sizə, bir uğur qatıram. Gələcəyimə bir işıq nur verirəm ki, yəni mən artıq təhsilimlə Norveç cəmiyyətinin bir parçası olacam. Yəni ona görə bu da məni çox sevindirir. Artıq mən Norveç təhsil sistemi ilə tanış oluram. Norveçin media sistemi ilə tanış oluram. Arzum idi ki, ilk Norveçə gedəndə Oslo Universitetinə daxil olum. Ancaq mən orada belə bir əlçatmaz baxırdım. Amma ona görə mən kim ki xaricdə olur, mənim kimi köçür, orada yaşayır, övladı var, bəlkə düşünür ki, çətindir, amma elə düşünməsin. Yəni insan istəsə, addımları ilə, necə deyirlər, o zamanla, yuxusuz gecələrlə öz arzusuna yetər. Necə ki, mən yetdim. Ona görə insanlar gərək çalışsın. Çalışsan, arzuna çatacaqsan. Bəli, Günay xanım. Azərbaycan mədəniyyəti ilə Norveç mədəniyyəti arasındakı fərqlər. Məsələn, hansı dəyərlər var ki, siz ilk dəfə onunla qarşılaşanda belə çaşmışdınızmı deyim, məhtəl qalmışdınızmı deyim, demişdiniz ki, bu bizdə axı belə deyil, burada belədir. Misal üçün. İki ölkənin siz qeyd elədiniz ki, mədəniyyətləri arasında fərqlər çoxdur. Ancaq mən çox xoşbəxt insan oldum ki, getdiyim, yəni ailə qurduğum insan özü də diaspora işindədir. Yəni biz elə ilk əvvəllərdən Azərbaycan mədəniyyətini Norveçdə
təbliğ etdik. Azərbaycan musiqisini, milli geyimlərimizi, yəni dediyim kimi poeziyamızı, yəni bu baxımdan biz Norveç mədəniyyəti və Azərbaycan mədəniyyəti qarşılıqlı bir əlaqədə oldu. Ona görə bizim imkanımız oldu ki, hər iki mədəniyyətlə daha yaxından tanış olaq. Təbii ki, fərqləri izah eləmək üçün çox zaman lazımdır. Ancaq belə bir şey gördüm ki, bizim Azərbaycanın milli musiqi alətlərinə Norveçdə maraq çox böyükdür. Əməkdar incəsənət xadimi, Beynəlxalq Muğam Mərkəzinin sədri Sahib Paşazadə bizim dəfələrlə qonağımız olubdu və onun ifa elədiyi tar musiqi aləti Norveçdə çox böyük maraqla qarşılanıbdı. Və bizim musiqi aləti milli rəqslərimizə, milli geyimlərimizə çox böyük maraq var. İlk dəfə olaraq bu il Azərbaycan bir çox ölkələrin hansı ki Novruz bayramı qeyd edirlər, onlar Norveç parlamentində Novruz bayramını qeyd etdilər. Və orada mən özüm Azərbaycanı milli geyimdə təmsil eləyirdim. Mən bunun şahidi oldum ki, orada çoxlu sayda Norveç siyasətçiləri, mədəniyyət işçiləri iştirak edirlər və onların çox böyük marağı oldu bizim milli geyimimizə. Eyni zamanda mən özüm də Norveç mədəniyyətindən çox yaxından maraqlanıram. Hər həftə mən öz övladlarımla birlikdə Norveçin müxtəlif muzeylərində oluram. Çox gözəl bir ənənəni görürəm ki, orada böyüklərlə yanaşı uşaqlar üçün aktivitetlər də var ayrıca. Artıq bu uşaqları muzeyə cəlb eləyir. Eyni zamanda uşaqların 0-dan 18 yaşına qədər uşaqların muzeyə girişi ödənişsizdir. Bu da Norveç mədəniyyətinin bir müsbət tərəfidir ki, artıq çox ailəli ailələr də uşaqlarını muzeyə apara bilirlər. Yəni bu və yaxud da bizdə gördüyüm bir çox ənənələri deyirəm ki, Norveçdə olardı. Yəni deməzdim ki, Azərbaycanda da bir çox muzeylər var ki, müasir tələblərə cavab verən. Mən onları Xalça muzeyində oldum. Məni çox heyrətləndirdi. Heydər Əliyev mərkəzində oldum. Baxdım orada mən gözəl bizim bu cürə muzeylərimizin olması, mən baxıram deyirəm müəyyən şeylər. Bunların Norveçdə də olsa yaxşı olardı. Aha. Bu gün texnologiya əsridir də. Məsələn, Norveç uşaqlarının texnikaya yanaşması necədir? Azərbaycanlı valideynlər, analar deyirlər, bilmirəm ki, telefonu uşağın əlindən necə alım. Siz də bir ana olaraq bu problemlərlə qarşılaşırsınız. Təbii ki, bugün siz onu qeyd elədiniz. Bu qaçılmazdır ki, uşaqların meyli texnologiyaya, mobil telefonlara daha çoxdur. Biz də bundan mübarizə aparırıq. Bugün Norveç məktəblərində də uşaqlara planşetlər verilib ki, hansı ki uşaqlar hətta tədris prosesində belə bu planşetlərdən istifadə edirlər. Yəni ona görə biz uşaqları tam təcrid də eləyə bilmirik ki, siz heç də bu mobil, yəni texnologiyadan, müasir texnologiyadan istifadə edirlər, amma qədərində. Yəni bir qədəri var ki, o sərhəddə artıq keçməz uşaqlar. Yəni bu baxımdan onlar həm bu müasir texnologiyadan istifadə edirlər, həm də çalışır ki, onları daha çox yönləndirək kitabxanalara. Kitab oxusunlar. Çünki Norveçdə bu kitabxana sistemi çox gözəl inkişaf eləyib də. Bu baxımdan uşaqların məktəb özü də tədris prosesinə salıb uşaqları mütəmadi olaraq kitabxanalara aparır, yeni kitablarla tanış eləyir, uşaqlar kitabxanadan əldə edə bilirlər, oxuya bilirlər. Yəni hər ikisi paralel gedir. O ki siz dediniz o mobil telefonlara, bu biraz çətin məsələdir. Tamamilə yəni bu şeyə deyək ki, biz çalışırıq, amma ki öz müsbət nəticəsini də verir. Amma Norveçdə də uşaqlar yenə dediyim kimi bu şeyə həvəsli. Əsas da oyunlara. Uşaqlardan ilk soruşanda siz boş vaxtınızda nə edirsiniz? Deyilə oyun oynayırıq telefonlarda. Düzdür. Yəni bunu da ki bütün valideynlər buna mübarizə aparır. Çalışırıq. İnşallah ki biz gələcəyə işıqlı. Amma uşaqların deyim ki son illər bizim gənclərimizin kitaba marağı çoxdur. Norveç məktəbində belə bir gözəl tədris proqramına salıb uşaqlar kitab oxuyur. Bir kitab mağazası ilə danışıblar və onu qeydiyyatdan keçirir. Oxuduğu kitabı bitirəndən sonra uşağa həmin o kitab mağazası tərəfindən mükafat verilir. Bu da uşaqları kitab oxumağa həvəsləndirir. Və bu çox gözəl bir ənənədir. Artıq mən istəyərdim ki, Azərbaycanda da bu ənənə olsun. Artıq uşaqların kiçik bir hədiyyə ilə onların qəlbinə yol tapmaq olur. Bəli. Daha çox maraqlanırlar kitab oxumağa. Bu da ki, çox gözəl bir ənənədir. Norveçdə Azərbaycanla bağlı sizə hansı suallar tez-tez verilir? Bizim Norveçli qonaqlarımız olanda əlbəttə ki, paxlavadır, şəkərburad onlar üçün yenilikdir. Ancaq onlar bizim milli geyimlərə də dediyim kimi daha çox, çünki fərqlidir. Milli geyimlərimizə, milli musiqi alətlərimizə
Yəni onların marağı daha çoxdur rəqslərimizə, milli rəqslərimizə. Məsələn, mən görürəm ki, onların necə o sözün həqiqi mənası qəlblərini fəth eləyə bilir. Yəni çünki fərqli bir şey görürlər də, onlar fərqliliyi görürlər. Bu baxımdan da ki, onların bizim yenə dediyim kimi milli o gözəl rəngarəng milli geyimlərimiz, musiqi alətlərimiz çox onları yəni heyrətləndirir. Təbii ki, bizim festivallar olur ki, beynəlxalq festivallar biz orada milli mətbəximizə nümayiş elətdiririk. Yəni mətbəx də elə bəzən görürsən onların müəyyən hansı ki bir bizim milli necə deyim yeməklərimiz onları maraqlandırır. Ancaq mən deyərdim daha çox musiqi alətləridir, rəqslərimizdir, milli geyimlərimizdir. Onların elə bir qəlbini daha çox oxşuyur. Daha çox suallar bizə müraciət olunur bu istiqamətdə. Biz çalışırıq ki, Norveçli qonaqlarımız olanda onlara kiçik bir hədiyyələr də verək. Nə mənada ki, artıq onlar ona baxanda Azərbaycanı xatırlasınlar. Bu hədiyyələr də nə ola bilər ki, hər hansı bir Azərbaycanın deyək, milli geyimini, milli musiqi alətini özündə əks etdirən kiçik bir açıqcalar və yaxud da ki, maqnitlər və onlar da bundan çox məmnun qalırlar. Mən son dəfə Norveçdə Gənclər Təşkilatının rəhbəri bizdə qonaq oldu. Çox səmimi söhbətimiz oldu məktəbimizdə və biz ona eyni bu hədiyyələri verdik və onu çox sevgi ilə qarşıladı. Dedi ki, bu mənim üçün çox əziz bir yerdə evdə saxlanılacaq. Bəli. Norveçdəki Azərbaycan dili məktəbinə Oslodakı şagirdlər gələ bilirlər. Tutaq ki, kimsə Norveçin fərqli bir bölgəsində yaşayır. Bəs onlarla necə əlaqələr qurursunuz? Bizdə tək Norveçin Oslodan olan şagirdlər deyirlər. Hardasa görürsünüz ki, Oslodan 1 saat, 2 saat aralıda yaşayırlar, ancaq onun valideynləri məktəbə uşaqlarını hər bazar günü gətirirlər. Eyni zamanda dediyiniz kimi bizdə biraz məsafə, uzaqlıq var. Onlarla da çalışır ki, Zoom üzərində əlaqə quraq. Onlayn dərslər olur. Onlayn dərslərimiz olsun. Bizim çox istedadlı bir şagirdimiz var ki, Səlim Abbaszadə Azərbaycan hətta haqqında 44 günlük müharibə haqqında da kitab yazıb. Özü rəssamdır. Onun rəsmlərinin yer aldığı kitablar da çap olunur. Məsələn, o bizdən bir 2 saat, 3 saat aralıda yaşayır. Amma ona baxmayaraq deyərdim ki, məktəbimizin ən aktiv, ən fəal şagirdidir o. Biz onunla mütəmadi əlaqələr saxlayırıq. Özü ilə də, ailəsi ilə də. Artıq onun var 16 yaşı. Ancaq baxmayaraq ki, bu insanın mən deyə bilmərəm ki, onun vətənə sevgisi nə qədər, onun dərəcəsi yoxdur. Sonsuz bir vətən sevgisi var onun qəlbində və bu insan gecə-gündüz elə özü əlaqə saxlayır bizlə. Bu şey elədim Azərbaycan üçün, bunu yazdım, bu rəsmi çəkdim, bu kitab elə. Yəni mən bu uşağa belə necə deyim də özümdə heyrətlənirəm ki, sən Avropada yaşayasan, düz Azərbaycanda doğulub, amma çox kiçik yaşından Avropada yaşayır. Yəni bu cür istedadlı uşaqlarımız var. Həmin elə Səlim Abbaszadə bugün çox sevindirici bir haldır ki, onun əsəri Norveçin Beynəlxalq Uşaq Muzeyindədir. Orada dünyanın 185 ölkəsindən olan uşaqların rəsmi sərgilənir və bizim Azərbaycan məktəbinin təşəbbüsü ilə, təşkilatçılığı ilə artıq 2 ilə yaxındır ki, Səlim Abbaszadənin də Xarı Bülbül rəsmi Norveçin Beynəlxalq Uşaq Muzeyində nümayiş olunurdu ki, bu da bizi çox sevindirir. Yəni illər əvvəl Ulu Öndər Heydər Əliyev də həmin muzeydə qonaq olmuşdu. Bunu muzeyin direktoru ilə biz söhbət əsasında görüşəndə o bizə dedi bunu və biz də çox sevindirdik ki, yəni ki, bizim belə gənc nəsillərimiz var ki, bugün bu adət-ənənələri qoruyub saxlayırlar. Biz də onların təbliği üçün, Avropada tanınması üçün əlimizdən gələni edirik. Norveçli uşaqlar Norveç nağılları ilə böyüyüblər. Norveç nağılları da çox məşhurdur da. Təbii. Bu yaxınlarda siz dediniz Gülzar xanım olub Norveçdə. Bəli. Biz onu Gülzar nənə kimi tanıyırıq. Gülzar xanım İbrahimova. Uşaqların nağıllara yanaşması. Bilmirəm, siz öz uşaqlarınıza hansı nağılları öyrətmisiniz? Norveçdə onu mən qeyd edim ki, uşaqlara kitab oxumaq çox kiçik yaşından başlayır. Uşaq ki dünyaya gəlir, onlar uşaqlar üçün kitablar alırlar, şəkilli kitablar. Mən ilk əvvəl gedəndə bu məni təəccübləndirirdi ki, yəni yeni doğulmuş uşaq üçün bu kitabı necə duyar, necə onun... Ancaq ki, mən zamanla buna öyrəşmişəm. Çox gözəl bir ənənədir. Artıq uşaq ana bətnindən dünyaya göz açdı, kitabla sıx təmas olur, ünsiyyət olur. Və bu da uşağın gələcəkdə kitaba, nağıllara olan həvəsini artırır. Eyni zamanda mən də övladlarıma bu gözəl ənənəni aşılayıram. Norveç kitabxanalarında həftə sonları uşaqlar üçün yazıçılar gəlir, nağıl saatları olur. Orada
yazışı ilə uşaqlar ünsiyyətdə olurlar, o nağılını danışır və uşaqlar ona suallarını verirlər. Və bu çox gözəl bir yəni. Belə də uşaqlarda, yəni nağıllara sevgi artır. Gülzar xanımdan söz açdıq. Gülzar xanım özü Norveçdə olub, bizim qonağımız olub. Çox böyük isti sevgi ilə qarşılanıb şagirdlərimiz tərəfindən. Şagirdlərimizin ona olan sevgisi sonsuzdur. Hətta o Trolların Sirri adlı kitabı var. Kitabı yazıb bizə hədiyyə eləyibdi məktəbimizə. O kitab da bizim şagirdimiz Səlim Abbaszadə tərəfindən Norveç dilinə tərcümə olunubdu. Biz onu artıq yaxın gələcəkdə Norveç dilində də kitabı, yəni əldə eləmək imkanımız olacaqdı. O ki qaldı mənim öz övladlarıma. Biz hər gün evdə Azərbaycan nağılları oxuyuruq. Demirəm həcmi 100 səhifəlik kitab o. Bir səhifə də olsa hər gün Azərbaycan nağılları oxuyuruq. Abdullah Şaiqdən oxuyuruq. Tıktı xanım uşaqların sevimli, yəni nağılıdır. Cizgi filminə baxırıq. Azərbaycan 7 nav çubuğudur. Yəni Azərbaycan xalq nağıllarıdır. Hətta biz poeziyamıza da müraciət edirik, vətənpərvərlik mövzusunda olan şeirlərə. Yəni bu ənənəni evdə qoruyub saxlayırıq ki, hər gün oxuyanda uşaqlarımız üçün bəzən çətin olur sözləri başa düşmək. Görürsən bu çətinlik yarananda onlar oxumaq istəmirlər. Deyirlər mən sözü başa düşmədim. Ancaq mən deyirəm ki, siz oxuya-oxuya başa düşəcəksiniz. Heyecanla oxu, başa düş, eybi yoxdur. Ancaq sən oxuya-oxuya, dərk eləyə-eləyə, axtarışla, sözün mənasını bilmirsən, axtar. Belə artıq uşaqlarımız bunu başa düşdüyü üçün onlar da öz vəzifələrini bilirlər ki, deyirəm, ananı sevirsən, deyirəm, ananın dilini də sevməlisən. Bu baxımdan da onlar çox böyük sevgi ilə o nağıllarımızı oxuyurlar və bugün xoşbəxtəm ki, onlar artıq Azərbaycan gələn qonaqların qarşısında Azərbaycan nağıllarından, poeziyasından gözəl nümunələri səsləndirirlər. Günay xanım, mən sizin mətbuatda çıxan yazılarınızı da oxumuşam. Sizə yazıçı da deyə bilərəm. Mən deməzdim, bizim çox böyük istedadlı yazıçılarımız var. Mən onların içində bir damla kimi. Yəni Norveçə jurnalistika sahəsində mən fəaliyyətə başlamışam Azərbaycanda və qorxa-qorxa kiçik hekayə, məktəb illərində ilk şeirimi yazdım. Və mənim müəllimim çox sağ olsun onu mətbuatda dərc elətdirdi. Və bundan sonra isə mən yenə də onun mənə verdiyi o həvəslə, stimulla mən kiçik hekayələr yazırdım və bu da mütəmadi olaraq mətbuatda dərc edilirdi. Norveçə gedəndən sonra bəlkə də o qəriblik hissi, vətəndən uzaqlıq hissi bu işimi daha da gücləndirdi və arada olur biz də nələrsə öz hisslərimizi yazıya köçürüb ifadə eləyirik. Yəni Azərbaycan oxucuları Günay Əliyeva imzasını bilirlər. Bəli, artıq Norveçdə bilirlər ki, Azərbaycanda da bilirlər. Azərbaycanda da artıq müəyyən insanlar bilirlər və mən çox sevinirəm ki, siz də buna qiymət vermisiniz. O kiçik bir hisslərin, duyğuların, yəni soyuq şimalda bizim o yaşadığımız o anları biz sətirlərə köçürürük ki, siz də bu isti qəlbinizlə, isti ürəyinizlə bunları görürsünüz, bizə deyirsiniz. Biz də sizə çox təşəkkür edirik bunun üçün, minnətdarıq. Mən sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun Günay xanım. Ümid edirəm ki, Norveçdə fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan dili məktəbində hələ çox uğurlu günlər yaşanacaq və çox uğurlarınız olacaq. Bu yolda sizə əlbəttə ki, əzm və güc arzu edirəm. Mən də sizə çox təşəkkür edirəm ki, dünyada yaşayan Azərbaycanlıların toplaşdığı, gəlib getdiyi Can Azərbaycan verilişində mən qonaq oldum. Son sözümü deyərəm ki, üç rəngli bayrağın günəşlə qoşa Azad Azərbaycan var oldu 1000 yaşa. Biz harda olsaq da, yəni qəlbimizdə, ürəyimizdə Azərbaycan sevgisi var. Bu misralar üçün də mən baba müəllimə, baba Vəziroğluya təşəkkür edirəm. Sağ olun. Çox sağ olun. Mən sizə təşəkkür edirəm. Əziz dinləyicilər, Norveçdə Nizami Gəncəvi adına Azərbaycan dili məktəbinin koordinatoru Günay xanım Əliyeva ilə həmsöhbət olduq. Can Azərbaycan deyərək həmsöhbət olduq. Aparıcınız mən idim Pərvanə Nadir qızı. Sağ olun, salamat qalın.